Qrip zamanı sistem köçürmək riskli ola bilər. Məlum olduğu kimi soyuq qış aylarında qripə yoluxma halları artmaqdadır. Qripə yoluxan bəzi insanlar tez sağalmaq məqsədi ilə ev şəraitində serumdan istifadə edirlər. Bu şəxslər həkim məsləhəti olmadan ev şəraitində serum köçürərək xəstəliyin daha tez keçəcəyini düşünürlər. Bəs bu yanaşma tibbi baxımdan nə dərəcədə doğrudur? Mövzu ilə bağlı yenavaz.com açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, qrip zamanı ev şəraitində serum köçürülməsi yalnız müəyyən hallarda və mütləq həkim nəzarəti altında mümkün ola bilər. Stat: Əgər bədən hərarəti 39,5 dərəcədən yuxarı qalxırsa, güclü tərləmə, susuzlaşma, qusma və ya ishal varsa, bu zaman damardaxili mayelərin, yəni serumların verilməsi yalnız həkim tövsiyəsi və nəzarəti ilə məqsəd uyğundur. Lakin adi zökəm və ya yüngül soyuq dəymə zamanı, yəni hərarət yüksək olmadıqda, xəstə ağızda maye qəbul edə və qidalana bildikdə, serum köçürülməsi xüsusilə ev şəraitində qətiyyən arzu olunan deyil və hətta ciddi şəkildə qadağandır. Ev şəraitində istifadə olunan sistemlərin tərkibi çox vaxt dəqiq bilinmir. Bu isə ağır allergik reaksiyalara, hətta şoka səbəb ola bilər. Belə hallar dəqiqələr ərzində həyati təhlükə yaradaraq ölümlə nəticələnə bilər. Statın sonu. Bəs siz bu barədə nə düşünürsünüz?